Hər kəsə salam. Bu gün çox ləzzətli, dadı möhtəşəm olan, ağızda əriyən meyvəli kəsmikli piroq hazırladım. Keçək hazırlanmasına. 3 dolu və yarı stəkan un götürdüm. Stəkanın ölçüsü 200 ml-dir və 1 stəkan şəkər tozu və 1 paket qabartma tozu və şəkərli vanilin əlavə edib qarışdırıram. Daha sonra otaq temperaturunda yumuşalmış 150 qram kərə yağı əlavə edib əlimlə ovuntulu umaclı xəmir hazırlayıram. Xəmir hazır olduqdan sonra piroqun içliyini hazırlayıram. İçlik üçün 400 qram pəhriz kəsmiyindən istifadə edirəm. Üzərinə 1 dolu stəkan şəkər tozu, 1 paket şəkərli vanilin, 2 ədəd yumurta əlavə edib blenderlə əzirəm. Xəmiri 2 hissəyə ayırıb, bir hissəsini bişirəcəyim qaba töküb, hər tərəfinə bərabər yayıram. Qabın ölçüsü də 26 santimdir. Meyvə olaraq 1 ədəd banandan istifadə edirəm. Bananı doğrayıb gördüyünüz bu şəkildə düzürəm. Üzərinə kremini yayıram və daha sonra xəmirin qalan hissəsini üzərinə səpirəm. Piroqu əvvəlcədən qızdırılmış 180 dərəcə sobada 40-45 dəqiqə ərzində bişməyə qoyuram. Meyvəli kəsmikli piroqumuz hazır oldu. Çox gözəl qoxusu gəlir, dadı da möhtəşəmdir, ağızda ovulandır. Əminəm ki, hər biriniz bəyənəcəksiniz. Mütləq bişirin, dadına baxın və şərh bölümündə fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Sona qədər izlədiyiniz üçün də hər birinizə təşəkkür edirəm.